Bugün deməli Rəşad qardaşımızın köməkliyi ilə Çindən müəyyən aksesuarlar gətizdirdim və onları avtomobilin üzərində quraşdırmışam. Quraşdırandan sonra sizlə bölüşmək istəyirəm. Baxın, bu qapıların ruçkasından tutanda bu dırnaqlar ki burada kraskanı cızır, cızmasın yenə belə bir əlcəklərin altıdır. Bax belə. Belə deyib, uzaqdan da belə qəşəng görünür. Eyni vaxtı bu tərəfə də göstərim. Yəni çox sadə quraşdırma üsulu var. Çox sadədir. Amma çox da gözəl görünür. Yəni qıraqdan da çox görünür, yaxşı görüntüsü var. Üstə gəlir ki, yəni bu dırnaq ki bura dəyir, bu kraskanı cızmayacaq. Yəni bu. İkinci göstərəcəyim ayaq altılardır. Baxın, bax belə bir ayaq altılardır. Koja deyəndə kojanı əvəz eləyəndir. Bu bura kleylənir, özünün duvayının skoçu var. Buradan kleylənir ki, bura ayaq dəyəndə cızmasın. Bax fikir verirsiniz, buradan da tam oturub da 3D'dir. Tam oturub. Burada da cibi var. Bax burada nəsə istəyirsiniz qoya bilərsiniz. 3D'dir. Arxaları da göstərim. Arxada bax belədir. Gördüyünüz kimi. Bax belə bir. Yəni bax bura. Bir dənə bax buranı da bir dənə gərək duvayının üst qutudan bura yapışdıram. Bu da burada qəşəng dayanacaq və tam oturur. Yəni buranı da göstərim. Yəni sidenkan belə yanlar nə qədər harı ki ayaq dəyəcək hamısını tutur. Burada elənsinə. Gözəl görüntü verir. O tərəfdən də çəkim. Buradan da belə görünür. Yəni düz salonun öz rəngindədir. Salonun öz rəngindədir. Bu da belə dayanır. Bir dənə bu qulağı yadımdan çıxıb, bir dənə bunu da buradan yapışdırmaq lazımdır. Əlavə olaraq buranı görürsünüz, fikir verirsiniz, burada da ayaq dəyəcək deyənə buranı da qoruyur. Və bir dənə də belə bir deməli qoruyucu da öz rəngində sifariş verdim. Bunu da quraşdırdım. Bu da bir super görüntü verir. Üstə gəldə plastiki qoruyur. Buradan da bax fikir verirsiniz, bütün hər yerini tam tutur. İndi keçək qabaq hissəyə. Qabaq hissədə də bax belədir. Fikir verirsiniz, ayaqlar olan daban dayanan yerdir. Pedaldır, pedalın altıdır. Tormozdur. Bax bu tərəfdə də ayaq qoymağa yer və burada düymələri var. Bax belə düymələri var. Düz düyməyə oturur. Yəni sürüşmür. Üstə gəldə buradan da yenə də iki tərəfli skoçla yapışır, qalır. Sonra əlavələrdən bax bu qoltuq altının üzərinə quraşdırılan belə bir döşəkçədir. İki tərəfində də deməli cibləri var. Deməli konsolun üstünə bax belə bir rezin qoruyucudur. Tam axıra qədər oturur. Zaretka yığır. Bura qoyanda zaretka da yığır. Burada zaretka olmayan yerdir. Üstə bax belə bir dənə də polkadır. Polkaya da nə də istəyirsiniz qoya bilirsiniz. Bura mən flash kartlar qoymuşam hələlik. Yəni belə bir polkadır. Çox super effekti var. Burada deməli belə bir bu gördüyünüz kimi bir dənə də polkadır. Bu polkaya bura kaşluk qoya bilərsiniz. Belə bir kaşluk qoya bilərsiniz. Ruçka qoya bilərsiniz. Yəni istədiyiniz belə uzun bir şey qoya bilərsiniz. Bura flash kart qoya bilərsiniz. Bura qəpiklərin qoyulma yeridir. Bura qəpiklər düzülür. Çox superdir. Yaxşı alınıb. Sonra keçək bagaj hissəyə. Yəni keçən dəfə göstərmişdim də. Belə bir brizqaviklərdir. Sonra belə bir palçıq qoruyucudur. Qapını palçıqdan qoruyur. Bax fikir verirsiniz, bura necə təmiz qalıb. Belə. Keçək bagaj hissəyə. Və bagajda da yaxşı bir elementlər var. Bax bagajı tam örtür. Belə bir yenə də forjzəminsiz. Bu indi qatdalanıbdır şeydən. Yəni pasılka gələndə qatdalanıb. İndi özü oturacaq yerinə yaxşı görünür. Düz bura kimi baxın. Və bura qədər
yeri var. Burada da bura sizlə qoymaq olar. Agnüt dişidir. Bax burada da cibləri var. Bax bir dənə cib burdadır. Aptekə qoymaq olar. Bir dənə cib deyə bax burdadır. Bir dənə cib burdadır. Bir dənə cib burdadır. Kolonkanın yeri bax beləsinə qalır. İşığın yeri. Bir yandan işığın yeri. Super görüntü var. Yəni effekti də yaxşıdır, görüntüsü də yaxşıdır. Bagajı da tam qoruyur və öz rəngindədir. Yəni salonun öz rəngindədir. Bax fikir verirsiniz, salon rəngindən seçilmir. Və buradan da belə bağlanır. İndi bir dənə çıxollar qalır. Çıxollar gəlsin. Çıxolları da quraşdıracağam. Və belə bir işıq. Bax bu işıq ən superi budur. Bu nədir? Yəni qaranlıq vaxtı bagajı açırsınız. Bir işıq buradan, bir işıq buradan. Bura biri belə vurur, biri belə vurur. Bu isə tam əhatə edir. Bax buranı tam əhatə edir. Üstə gəldi ki, barmaqla da idarə olunur. Bax fikir verin. Vurdıq, söndü. Vurdu. Bir dəqiqə. Biraz vaxt keçməlidir. Vurdıq, yandı. Yəni bu yanlı qalmır ha. Bunun qoşulması da çox sadədir. Burada bir dənə bağlanmış bir plastik olur. O plastiki açırsınız. Bu da birdən akkumulyator ölsə buradan içərdən dartmaqla bagaj açma olur. Bunu açırsınız. Buna gələn kabellə qoşulur o. Yəni perixodniki var. Perixodniklə buna qoşulur. Bu da qoşulur bura. Buradan düzəldirsiniz, bunu bağlayırsınız. Buradan da rezbasını bağlayırsınız samarəcə. Vəssalam. Çox super görüntü elədi. Əla bir şeydir. Tövsiyə eləyirəm. Kim istəsə Rəşadla əlaqə saxlasın. Yəni istəyən olsa mənlə əlaqə saxlasın. Yəni Rəşadın nömrəsini bilən yoxdursa Rəşadın nömrəsini göndərim. Danışın. Siz də bu belə aksesuarlardan yararlana bilərsiniz. Və yaxud da indi kim istəmirsə, kimə qaniyirsə belə bir məsələ, nədir? Yadımdan çıxmışdı. Bunun üzərində gələn belə bir şey gəlir. Belə. Bunu da təzədən üstünə qoymaq olur. Bunun üstünə qoyandan sonra yəni bunu da təmizləmək də rahatdır. Yəni bunu tut belə. Belə tut. Bunu da buradan elə qoydum. Tam öz yerinə oturdu. Nə sürüşməsi var, nə bir şey. Yəni belə olanda da yenə deyirəm ha. Yəni palçıqlı havada, yəni yağışlı havada bunu qoya bilərsiniz ki, müvəqqəti olaraq batmasın. Amma hər halda bax qıraqları tam tutur, fikir verirsiniz, necə yaxşı tutur. Ən əsas mən bunu götürdüm ki, bu qıraqları bağlasın, o qıraqları bağlasın. Və istər-istəməz bu özü də orada sürüşürdü. İndi amma ayağımın altında sürüşmə yoxdur. Yəni belə, bu qədər. Kim istəsə, sükanın ən əsası qaldı. Sükanın üzərinə çıxol. Bax, fikir verirsiniz, uzorlu çıxoldu. Özü də salonun öz rəngindədir. Yenə də salonun rənginə uyğun olaraq çıxoldu. Hələ ki bunları eləmişəm, bir dənə qalır üzərinə çıxol qorumağa. O da ki, nəyə görə istəyirəm, bax fikir verirsiniz, bax bura ucu qaralır. Yəni düşüb yenməkdən, əsas buradan düşəndə bura sürtür, qaralır. Belə. Bu qədər.